Gəlirəm Ramiz Mehdiyev məsələsinə. Ramiz Mehdiyev bir məktub yazıb. Məktubu mən oxudum. İstəmirəm bundan sonra nəsə məktubu bir də tanı geniş şəkildə oxuyam. Bu məktubu indi keçidiblər də əllərinə. Belə deyək. Kimsə verib. Məktubu keçidiblər əllərinə, paylaşıblar. Məktub rusca yazılıb. Bu necə ələ keçir, o da bir müəmmadır. Yəni Ramiz Mehdiyevi görün nə qədər gətirib, yendirib, cılızdaşdırıblar ki, Ramiz Mehdiyevin ünvanladığı məktublar hamısı artıq Azərbaycan mətbuatının əlinə keçir. Görün nə qədər cılızdaşdı. Əslində Ramiz Mehdiyevi haqq elə, düz eləyirlər. O da öz payını almalıdır. Düzdür. Bayaq Sərdar Bəcil deyirlər ki, burada dövlət çevrilişinə cəhddən söhbət getmir, nə getmir, amma olsun. Və Ramiz Mehdiyev oturub evində öz keyfindədir. Yox, elə şey yoxdur. Elə şey yoxdur. Ramiz Mehdiyev təklif edir ki, mən yeni bir model dövlət qurmaq istəyirəm. Prezident də olsun, parlament də olsun, amma bir də dövlət şurası olsun. Və bu dövlət şurası Ağsaqqallar şurası kimi bir şey olsun da yəni. Bu dövlət şurası dövləti kənardan idarə eləsin və dövlət şurasının tərkibində də ölkənin akademikləri, professorları, ziyalıları, kimləridir. Mən bilmirəm Ramiz Mehdiyev bunlar deyəndə kimi nəzərdə tutur. Təbii ki, müxalifətdən olan heç kəsi tutmur. Müxalifətdən olan heç kəsi tutmursa, o tərəfdən nə ziyalı var, nə akademik var, nə professor var, nə də bir şey var. Yəni üzdə olan adamlardan keçir. Mən demirəm, akademiyamızda yaxşı insanlar yoxdur. Yaxşı insanlar var. Amma o ağsaqqallar heç orada seçilməz də. Çünki onlar vətəndaşın mənəfeyini müdafiə edəcəklər. Və dövlət şurası ilə yeni bir demokratik dövlət qurmaq istəyirmiş güya Ramiz Mehdiyev. Demokratik bir cəmiyyət yaratmaq istəyirmiş. Varlı, imkanlı bir dövlət yaratmaq istəyirmiş. Bütün Azərbaycan yığılıb düşüb bunun üstünə ki, rayonlarda olan icra hakimiyyəti başçılarından tutmuş, komitə sədrlərindən tutmuş, nazirlərdən tutmuş, hər kəs buna xidmət edirmiş. Və mən Əli Həsənovun bir müsahibəsinə qulaq asmışam. Əli Həsənovun müsahibəsinə bilirsiniz nə deyir? Deyir ki, Ramiz Mehdiyev fenomendir, belədir, bu ictimai xadimdir. Mən buna güclü siyasətçi demirəm, çünki o ictimai fəaliyyətlə məşğul olub, böyük xadimdir. Əli Həsənov buna bir tərif yağlı gedir da, necə lazımdır. Amma sonra nə yazdı? Sonra deyir ki, Ramiz Mehdiyevlə bizi fərqləndirən bir cəhət var idi. Fikir verin, Ramiz Mehdiyevlə bizi fərqləndirən bir cəhət var idi. O adam bizim görmədiklərimizi, bizim bilmədiklərimizi bilirdi. Biz hər hansı bir vəzifəyə namizəd irəli sürəndə təbii ki, biz araşdırırdıq. Hər tərəfli. Və ondan sonra həmin namizədliyini irəli sürürdük. Prezidentə getməmişdən qabaq. Əli Həsənov deyir ki, Ramiz Mehdiyevlə razılaşdırılırdı. Əli Həsənovun müsahibəsi var. Razılaşdırılırdı. Və deyir ki, Ramiz Mehdiyevin böyüklüyü oradaydı ki, Ramiz Mehdiyev o kadrın sənədlərinə baxan kimin deyirdi, bu kadr yarıya yoxsa yaramaz. O bizim araşdırmadığımız elə şeyləri araşdırırdı ki, bu nə ola bilərdi sizdə? Yəqin ya soxuşturmaq istəyirsən kadrı, ya da sən doğru kadr versən, düzgün kadr versən, Ramiz Mehdiyev baxır ki, bu ləkəli deyil. Ləkəli deyilsə, Ramiz Mehdiyev neyini ki onu? O gün Cabirdən hər şey tutmuşdu Cabirin üstünə. İmanov. Allah ona qəni rəhmət eləsin. Bir tamaşası vardı onun, səhnəci. O səhnəcikdə iş yerinə adam götürür, 3-4 nəfəri düzüb, deyir, birinci sən gəl yaxına, deyir, gəlir yaxına. Deyir ki, atam var, deyir, yox. Babam var, deyir, yox. Qardaşım var, yox. Nə bilim, əmoğlu bir oğlum var, deyir, yox. Deyir, nə yaxşı oldu, sənin heç nəslində kişi yoxdur ki. Keç bu tərəfə. Keç bu tərəfə. Bizə belə adam lazımdır. Birini işə götürəndə bir də barmağına qan çıxır. Deyir, sən işə götürəmə. Deyir, niyə? Deyir, çünki sən barmağın qana, səndə qan var. Bizə qan lazımdır. Bizə qansız adam lazımdır. Qansız adam. Yəni o Cabir ki, İmanov hər kəs tərəfindən tənqid olunurdu. Onun bir səhnəsi nəyə desən dəyərdi. Bir balaca kiçicik bir səhnəci görün nələrə dəyərdi. Vəzifə adam götürəndə soruşur ki, kimin var, kimin yox, nə nəslində bunun kişi yoxdur. Kişi yoxdursa deyə bunu vəzifəyə götürün. Yəqin belə edirmiş. Vəzifəyə götürdüyü adamların
Birinci yoxlaymış ki, nəslində kişi var, yoxdur. Kişi yoxumuş da götürülmüş. O, Əli sonra onu demək istəyir ki, yəni onun özəlliyi buydu. İndi Ramiz Mehdiyevə mən buradan sual verirəm. Yoxdur ki, burada qoyam qabağıma belə, deyəm, gəl otur, ayaq saqqal, belə sualıma cavab ver, görüm hələ. Və bu hökumətin nağdı, deyək, belə deyək ki, sahibi sən idin, deyilə. Sən kimdən gileylənirdin? Sən kimdən narazılıq edirdin? Nədən narazılıq edirdin? Düzəldərdin da. Rayonları bərbad vəziyyətə qoymuşdun. Salyanın icra başçısı, getmiş icra başçısı deyirdi ki, bizə ayrılırdı məsələn 1 milyon. Deyirdilər ki, orada 500 min qoyulacaqdı, həmən park düzəldəcək. Ondan sonra oradan deyirdilər ki, 1 milyondan 30% qayıtmalıdır geriyə. Atqat şəklində ki, hansı o günlərimdə mən eşitdiyimə görə Əhəd Əbiyev hansısa kanalda bu məsələni qaldırıbdı. Əhəd Əbiyev deyib ki, bəli, icra hakimiyyətlərindən atqat şəklində pul gəlirdi. Yəni 30-35%'ni alırmışlar. 1 milyonun qalırmış 750 mini. 750 bindən də bu əlavə paylamalıdır. Hamının payını verməlidir. Və ondan sonra da park tikməlidir və sonra da bu puldan əlavə işlərə istifadə edilməlidir. İcra başçı nə etməlidir burada? Pul yoxdur. Pul yoxsa nə etməlidir? İş adamının belini qırmalıdır. Çağırıb dizin qoymalıdır. Otun burada. Pulu gətir. Gətirmirsən qardaş. Şərrə getsin. Şərrəməyə nə var ki? İndi bu adam şikayət edir. Deyir ki, müstəqil məhkəmə mən yaratmaq istəyirəm. Dövlət şurası yaratmaq istəyirəm. Və sənin Allah bəla versin. Bunu yarada bilirdin, yaradardın indiyə qədər. Sən müstəqil məhkəmə yaratdın, qoymadılar yaratmağa. Və sənin kürəkənin, oğlun, bu millətin qanun əmir. Heç olmasa öz oğluna, öz kürəkənine bir tərbiyə verərdin də. Yol göstərərdin, deyərdin ki, bu xalq yazıqdır bala. Bunu belə incitmə. Niyə eləmirdin onda? İndi yadıma düşdü. Əslində mən bu məktubun yazılmasına inanmıram ha. Bunlar hamısı düzülüb qoşulmuş bir şeylərdir. Amma nə inirlər, buna haqq eləyirlər. Bütün bu olanlar hamısı sorğulanmalıdır dostlar. Sorğulanmalıdır. Ramiz Mehdiyev həqiqətən də cinayət törətməyib, bu araşdırılmalıdır. Amma mən düşünürəm ki, bunu indiki halda mühakimə eləmək üçün bu araşdırmaya ehtiyac yoxdur. Mühakiməsiz güllələnməlidir. Bir məşhur bir lətifə var. Danışın bir kefiz də açılsın. Böyük Vətən müharibəsində Nemeslər Rus əskərlərini tuturlar. Düzürlər belə sıraya. Bir sual verirlər. Komünist deyir da, deyir rastrilyat. Yəni güllələmək. Komünist da, rastrilyat. Belə dəstəni gülləliyə gəlirlər. Hamısından da soruşurlar. Komünist da, rastrilyat. Yəni güllələnsin. Bir nəfər içərilərindən oyanıq var. Gəlirlər, axırda çatıb indi buna, bunu da güllələməlidirlər. Alman zabiti buna sual verir. Komünist deyir net. Zabit qalıb belə pis vəziyyətdə. Udda desə güllələməlidir, bu deyir net. Yox. Deyir prinyet partiya, yəni partiya qəbul edən potom rastilit. Yəni qəbul edən partiya sonra güllələn. Fərq eləməz. Yəni bu Rus əskəriyyəti güllələnməlidir. İstəyirsən komünist, istəyirsən olma. Komünist deyirsə sənə qəbul edəcəklər, partiya sonra güllələyəcəklər. Ramiz Mehdiyev bu gün müzakirə eləməyə ehtiyac yoxdur. Ramiz Mehdiyev sorğusuz, sualsız güllələnməlidir. Çünki bir dağdır. Bu dağı görmək üçün araşdırmağa ehtiyac yoxdur. Gözü o lupa qoymağa ehtiyac yoxdur. Dağ görsəndir ortalık. Yəni, əgər Ramiz Mehdiyev deyirsə ki, mən partiyaçı deyiləm, partiya qəbul olunsuz da güllələnsin. Fərqi nədir ki? Güllələn geçsin bu adamı, qardaş. Hə, bəzən görsən biz dostlarımızla oturuq, deyirlər ki, ay Vüqar, deyirsən da, Ramizin vecinə də deyir, o da zəng eləyəndən hamısına telefonla deyir ki, xahiş edirəm məni narahat eləmə. Mən bu məsələnin bağlı mənə sual vermə. Deyirəm ki, hətta razılaşdırılmış olsa belə, ki, mən buna inanmıram, bir razılaşdırılmış bir şey ola, hətta razılaşdırılmış olsa belə adam stres içindədir. Çünki bir oyunun içindədir. Əgər oyunun içinə girdinsə, mütləq o stres səni məhv eləyəcək. Ramiz Mehdiyev bu dəqiqə kusma işi ilə məşğuldur. Öyür, adam dayanmadan öyür, kusur. Çünki bu hadisələrin məntiqi sonluğu nə ilə nəticələnəcək onu bilmir. Bir də baxdın ki, həqiqətən 87 yaş az yaş deyil, kifayət qədər ciddi bir yaşdır. Bir də baxdın ki, gəldilər 2 dənə polis, yapışdı qolundan, biri də belə başından belə bastı, səni bastılar, o kletkalı maşına götdülər. Bax, evin yıxıldı. Bundan sonra neyin yazsan sən? Heç onu aparıb məhkəməyə iş verməyə də ehtiyac yoxdur. O məhkəməyə sağ da gəlib çatmaz. Çünki bunun haqqında deyirəm, çox qorxaq adamdır.
Əzazil adamdır. Əslində insanlara işgəncə verən insanlar ki var, bunlar qorxaq və əzazil insanlardır. Qarşısındakını əzməkdən həzz alır. Çünki niyə? Özü həmişə əzilibdir ya, başqasını da əzməklə oradan ləzzət alır. O özünün içində olan o negativləri atmaq istəyir. Haqq qazandırmaq istəyir ki, mən əzilləsin, mən də əziləm. Yəni o əzilməsinə haqq qazandırır. Bunun üçün insanlar bəzən görsən elə azazillik eləyirlər. Ramiz Mehdi də belələrindən biridir. Bu məktub yazdı, yazmadı, bunun heç bir dəxli yoxdur. Və çox gözəl Sərdar bəy vurğuladı ki, mən də bunu o gün demişəm ki, Dövlət Şurasının adamların adı açıqlanmalıdır. Dövlət Şurası adı yox. 50 nəfərə yaxın bu adamın hökumət üzvü olub, kölgə kabineti olub. Kimdir bu adamlar? 50 nəfər. Bu ölkədə ölkəni çevirə biləcək 50 nəfər kimdir? Müdafiə Nazirliyində kimdir? Mən Müdafiə Nazirliyinə bağlı da bir çox gözəl əlimə məlumatlar keçibdir. Hal-hazırda Müdafiə Nazirliyinə bağlı ciddi araşdırmalar gedir. Dövlət tərəfindən. İnanın ki, mən özüm şoka düşmüşəm. Yəni FETÖ, sən demə, bizim ordunu tamamilə belə sarıbdır, əlinə alıbdır, yüksək vəzifədə oturan adamların əli ilə. FETÖ'çülər əməlli başda orduda at oynadırmışlar. Və yaxın vaxtlarda ola bilsin ki, bu məsələlər açıqlansın. FETÖ məsələsi açıqlansın. Mənim orduda deyirəm ki, Ramiz Mehdiyevin ordudakı uzantıları, o uzantılar ola bilsin ki, FETÖ'çülər olsun. Ha, bu da var. O FETÖ'çülərin başında da orada kadrlar idarəsində, bilmirəm hansı idarədə orada yüksək vəzifə tutan bir Müşfiq adında adam var. Hansı ki, adam FETÖ'cülüğə görə vəzifəsindən uzaqlaşdırılıb. Adam vurulub, atılıbdır başqa yerə. Yəni ştrafnoya atılıbdır cərimə meydançasına və sonradan adam cərimə meydançasına necə birdən-birə sürətlə yüksəlibsə gəlib kadrlar idarəsində rəis olubdur. Adam ciddi FETÖ'dür və bununla bağlı da dövlətin müvafiq qurumları artıq hərəkətə keçiblər. Bunlar o qədər gizlin fəaliyyət göstəriblər. Hər yerə yerləşəndən sonra indi artıq açıq fəaliyyətə keçməyə başlayıblar. Heç kəsdən qorxmurlar. Çünki niyə? Ramiz Mehdiyev, mənim düşüncəmə görə, Ramiz Mehdiyev ordudakı o uzantılar ki, onlardan bunların vasitəsilə əlaqə saxlayıbdır. Yəni, əgər həqiqətən konstitusyon quruluşu, yəni dövlətin konstitusyon quruluşunu dəyişmək istəyibsə, onu mütləq ordunun ki, əli ilə eləməlidir. Ordudakı uzantıları %100 Nəzməddin Sadıqov və o Müşfiq müəllim kimi polkovnikdir bilmirəm, polkovnik, leytenant bilmirəm, generaldır bilmirəm. İndi ondan bağlı hər halda irəliləyən gələn həftə yəqin ki, mən sizə geniş məlumat verəcəyəm. Budur, söhbət bundan gedir.